Milli Məclisi niyə görə bu qanun layihəsini hazırlayanlar zərb altına qoyurlar? Baxın, Milli Məclis 44 günlük mübarizədə cənab prezidentlə bir oldu, hamı alqışladı. Şuşa bəyannaməsini təsdiq elədik, hamı alqışladı, çox məmnun olduq. Kadr dəyişikliyi olur, ümidlər yaranır bizdə. Sahibə xanımın rəhbərliyi ilə parlament diplomatiyası işləyir və dəstəklərə düşəcək, bu bizə çox məmnunluq yaradır. Bəs bu qədər zəhmətimizin ağzına götürüb fakt qarşısına qoyursunuz, göndərirsiniz administrasiya, oradan bura. Və bütün çəkilən əziyyətlər, dövlətin bütün əziyyətləri sıfırlanır. Qiymət artımı ilə, bahalıqla, faizlərin artımı ilə. Balam, 304% bu eləyirsən. Onsuz da dağ yerlərində vallahi qaz yandıran yoxdur. Hamısı ağac həyətində bizim, misal üçün, mənim seçici dairəmdə çox həyətin ağaclarını kəsib yandırır. Gedində biraz yox, sən 400 manat artıq cərimə edəcəm, 70 manat azdır. Onun nəyi var ki, sən onu 400 manat, 300 manat cərimə edirsən? Deyək ki, laf müdaxilə elədi sayğaca. Niyə bizi pis vəziyyətdə qoşursunuz? Sabah mən bu adamın özü qazidəşlərin çoxu bəs qaza cavabdeh insanlardır. O gün sosial şəbəkələrdə baxıram, heç çox inanmazdım ki, doğrudan da qaz xətlərinə hava vurulur. Göstərir nətər kompresorla hava vurulur, özü də düz deyir, biz tapşırıq edib, neyinib. Deməli düz deyirlər, bizdə artıq havanı da satırlar. Qarışdırıb qaza hava satırlar bizə. Və ona görə mənə cərimə tətbiq edəcək mənim xalqıma. Mən soruşuram, deyirlər kimsə pis kişi olmalıdır. Yox, qoy mən olum da. Niyə görə hökumət, parlamenti də pis vəziyyətdə qoyursunuz? Niyə bu layihəni irəli sürürsünüz? Deməli, özün xərcin gəliri ödəmir deyinir, daha çox cərimə, daha çox cərimə. Cərimə açsın, neynəsin? Bunun hesabına Qida Agentliyi mənə yaxında məlum oldu. Yasamalda bir göyərti satanı 1400 manat deyir cərimə. Göyərti satan sənin 1400 manat cərimə nə vaxt qaytaracaq? Bu insafla olmaq lazımdır axı. Gedir hamısı o qida agentlikləri, sahibkarların başına onu gətirirlər. 4000 cərimə filan. Yığılır. Ümumiyyətlə mən istərdim ki, cənab prezidentlər, arzum odur ki, necə ki bizim kreditlərlə bağlı, manatın devalvasiyası ilə bağlı bir məsələdə gözəl bir addım atdı, 10 bin dollardan aşağı müəyyən qədər kompensasiya əvvəlki kursdan götürdü. Fevral ayının 1-nə kimi bütün sahələr üzrə olan cərimələr silinsin. Lazım deyil, bizim imkanlarımız var. 100 dollara çatım neftin qiyməti. Cərimə hesabına xalqdan bu pulu alıb büdcəni doldurmaq, hansısa publik hüquqi şəxsləri saxlamaq lazım deyil.